Kars Eğitim və Kültür Vakfının nümayəndə heyəti Qərbi Azərbaycan icmasında qonaq oldular. Əksəriyyəti əslən Qərbi Azərbaycanlılardan ibarət olan nümayəndə heyəti icma rəhbərliyi tərəfindən səmimi qarşılandı. Daha sonra tərəflər arasında tanışlıq və səmimi müzakirələr aparıldı. Görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi ilə davam etdi. Görüş zamanı çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası məsələsinə diqqət çəkərək bu mövzunun beynəlxalq müstəvidə daha geniş şəkildə gündəmə gətirilməsinin vacibliyini vurğuladı. O, həmçinin qeyd etdi ki, diaspor təşkilatları və müxtəlif ictimai qurumlarla əlaqələrin gücləndirilməsi Qərbi Azərbaycana qayıdış ideyasının təşviqi baxımından mühüm rol oynayır. Bizim hədəfimiz yəqin ki, bilirsiniz, tarixi torpaqlarımıza qayıtmaqdır, öz o torpaqların hər qarışına qayıtmaqdır. Və bu yolda da dövlət başçımızın tam dəstəyi hamımıza var və mübarizəmiz də haqq mübarizəsidir. Biz sülh yoluna, dinç yoluna, öz ata-baba torpaqlarımıza, öz evlərimizə, öz kəndlərimizə, köylərimizə qayıtmaqda qərarlıyıq və heç şübhəsiz ki, qardaş Türkiyə dövlətinin də, qardaş Türkiyədəki soydaşlarımızın da, ziyalılarımızın da dəstəyinə həmişə ümid bağlamışıq. İcmanın İdarə Heyətinin sədr müavini millət vəkili Hikmət Babaoğlu çıxışında belə görüşlərin strateji əhəmiyyət daşıdığını bildirdi. O, Kars Eğitim və Kültür Vakfı ilə əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Qərbi Azərbaycanlıların çoxluq təşkil etdiyi bu vəqflə birgə layihələrin həyata keçirilməsi üçün xüsusi işçi qrupunun yaradılmasını təklif etdi. Qərbi Azərbaycanın insanları pərən-pərən düşübdür. Yarımız Türkiyədə və Türkiyənin hər yerində, təkcə Qarsda, Ərzurumda, Ardahan'da, İğdırda deyil və Azərbaycanın hər yerində, təkcə Bakıda deyil, eyni zamanda bütün o postsovet məkanı deyirik və dünyanın hər yerində bizim əqrabalarımızın böyük bir hissəsi, yarısı Amerikada, yarısı Hollandada, yarısı hər yerdə. Yəni bu bir xalqın taleyidir, Azərbaycan xalqının taleyidir, ortaq taleyimizdir, cənublu, şimallı və elə o cümlədən Türkiyədə yaşayır. Bu məqsəd yöndə olubdur. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahim qızı çıxışında görüşün əhəmiyyətindən bəhs edərək Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu cür platformalarda daha da möhkəmləndiyini qeyd etdi və gələcəkdə birgə sosial mədəni layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırdı. Bizim heç kəsin necə deyirlər, müharibə etməyə və yaxud orada kimisə toprağına hərçənd bizim haqqımız da, hepimizin tapımız var, evlərimiz var orada. Amma biz bugünkü dünyada barışçıl yolla gedəcəyik inşallah və bunu da siz biləsiz. Görüşdə digər icma təmsilçiləri, millət vəkilləri Musa Quliyev, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri Professor Vahid Novruzov, İcmanın Hüquq Komissiyasının sədri Zahid Cəfərov da iştirak və çıxış etdilər. Çıxışlarda əsasən Qərbi Azərbaycan mövzusu, deportasiya tarixinin unudulmaması, milli kimliyin qorunması və bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunuldu. Qonaqlar adından çıxış edən Kars Eğitim və Kültür Vakfının sədri Kamil Salduz səmimi qəbula görə təşəkkürünü bildirdi. O, çıxışında qeyd etdi ki, bu cür görüşlər iki qardaş xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edir. Kamil bəy bildirdi ki, hazırda Türkiyədə Ermənistanın deportasiya siyasətinin qurbanı olan 3 milyondan yuxarı Qərbi Azərbaycanlı yaşayır və onların hər biri soy kökünü unutmayan tarixi keçmişinə bağlı insanlardır. Bugün Azerbaycan dünyada sözü geçen, sözü dinlenen, dünyanın en önemli ekonomilerinden, en güçlü stratejik konumu olan devletlerinden biri. Yani bu inanılmaz bir başarı öyküsü. Güçlü olmamız lazımdı. Allah'a şükür bugün güçlüyüz. Bugün sözümüzü diyoruz. Güçlü olduğumuz zaman herkes sizin sözünüzü dinliyor. O yüzden biz daha çok çalışmamız lazım. Daha güçlü olmamız lazım. Biz de bu konularla bağlı her türlü çalışmaya zaten bunun için yola çıktık. İnşallah daha iyi olacağız, daha güçlü olacağız. İnşallah. Birlikte yapabileceğimiz her konuda, sizlerin de sunacağı her projede
olmaktan şeref duyarız. Kamil Salduz və nümayəndə heyətinin digər üzvlərindən Ender Aslan, Korkut Oran və digər nümayəndələr Qərbi Azərbaycan həsrətindən, tarixi ədalətin bərpası arzusundan və qurulan mənəvi körpülərin əhəmiyyətindən danışdılar. Sonda qonaqlara Qərbi Azərbaycan icması tərəfindən xatirə hədiyyələri, o cümlədən kitablar təqdim olundu. Burada bir dənə də şəkil var, onu göstərmək istəyirəm. Burada Əsilzadə nəslindəndir. Bax, görürsünüz geyimlə, hətta kolyesi belə ay ulduz 19-cu il. Bax, görün necə gözəl. Əsl Azərbaycan, Qərbi Azərbaycan, Batı Azərbaycan. Muhteşem. Nümayəndə heyəti həmçinin icmanın inzibati binası ilə yaxından tanış olub, burada həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat aldılar. Görüş, qarşılıqlı anlaşma, əməkdaşlıq perspektivləri və ortaq tarixi mədəni dəyərlərin qorunması istiqamətində mühüm addım kimi yadda qaldı. Lamiyə Rövşən qızı, Esmira Namiq qızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.